Şiə dostlarından olduğu üçün mən onun öz böyük kitablarından, böyük alimlərinin hədislərindən, imamlar hədislərindən nəqillər gətirəcəm ki, həqiqətən də qəbir üstündə hər hansı bir tikil tikmək olmaz. İmam Cəfər Sadiq deyir ki, möminlərin əmri Əli dedi: Qal Əmirul Möminin aleyhissalam, bə'səni Rasulullah sallallahu aleyhi və səlləm fi hədmil qubur. Peyğəmbər sallallahu aleyhi və səlləm məni qəbirləri dağıtmağa göndərdi. Bunu Şiənin ən mötəbər kitabı olan Kuleyni öz Əl-Kəfi kitabında rivayət edir. 6-cı cild 528-ci səhifə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Debat fərarisi bir neçə il bundan əvvəl Həzrət Ayətullahil Uzma Seyyid Xoy Ağaya rahimehullah iftira atmışdı və biz onun iftirasını üzə çıxartdıq və ondan tələb etdik ki, imanın varsa üzr istəməlisən. Amma üzr istəmədi və onun üzr istəməməsi bais oldu ki, mübarək Ramazan ayından sonra, bizim dediyimiz məsələ mübarək Ramazan ayının əvvəl idi və mübarək Ramazan ayından sonra da bu adam Həzrət Ayətullahil Uzma Sistani Ağa Həfizəhullah başda olmaqla digər fəqihlərimizə də iftira atdı. Baxın, insan tövbə etməyəndə, mübarək Ramazan ayından pak çıxmayanda təbii ki, digər ömrünün digər hissələrində də şər atır, iftira atır və yalançılığı əlhəmdülillah üzə çıxır. Deməli, bir video hazırlayıb, videosunun bir hissəsində güya qəbirlərin dağıdılması, qəbirlər üzərində tikililərin dağıdılması haqqında danışır. Saxtakar yalançı deyir ki, Şiə alimləri Sistani Ağa Həfizəhullah başda olmaqla güya imamların aleyhissalam əksinə, sözlərinin əksinə fətva veriblər. Lakin təəssüf olsun ki, müasir bəzi və bir çox Şiə alimləri var ki, hətta ola bilər və çoxluq təşkil edir. Bugün həmin bu imamların sözlərinə əks çıxaraq istinbatlar gətiriblər və bəraət qazandırıb deyirlər ki, xeyr, qəbirlər üzərində qübbə də tik, nə istəyirsən tik, olar və s. Misal üçün, həmin iddialardan birini müasir alimlərdən olan Ayətullah Sistaninin sözünü nəql eləmək istəyirəm. Əvvəla sən saxtaşar, hünərin olsaydı, imamlarımızın aleyhissalam digər bu mövzuda olan rivayətlərini də qeyd edərdin. Bizim bu barədə o qədər rivayətlərimiz var ki, hətta mənəvi mütəvatir həddinə çatmış rivayətlər var. Yəni, ləfzlərin hamısı eyni deyil, amma hamısı eyni mənanı çatdırır. O həddə çoxdur ki, yalan, belə deyə, yanlış olmasına dair heç bir yer yoxdur. Heç bir şübhə yoxdur ki, bu rivayətlər doğrudur. Mütəvatir həddə geniş şəkildə yayılıb. Bu rivayətlər nədən bəhs edir? Nəinki tikililər, ziyarətgahlar haram deyil, icazəlidir. Üstəlik, imamlarımızın aleyhissalam hərəmlərində qəbirlərinin yanında namaz qılmağın özü belə müstəhəbdir. Hətta və hətta bu debat fərarisi, kəzzab, yalançı özü öz dillə etiraf edir ki, Sistani Ağa Həfizəhullah qeyd eləyir təliqəsində ki, varid olub ki, İmam Əli əleyhissalam qəbrinin yanında namaz qılmaq 200.000 namaza bərabərdir. Misal üçün, həmin iddialardan birini müasir alimlərdən olan Ayətullah Sistaninin sözünü nəql eləmək istəyirəm. Ərəbcə oxusam uzun olar, Azərbaycanca deyim. Sual 5. İmamların əleyhissalam ziyarətgahlarında namaz qılmaq müstəhəbdir, bəyənilən əməldir. O ziyarətgahlar Allahın tikilib uzaldırılmasına və öz adının zikr edilməsinə izin verdiyi həmin o evlərdir. Hətta o ziyarətgahlar məscidlərdən də üstündürlər. Baxın, o ziyarətgahlar məscidlərdən də üstündürlər. Varid olub ki, əlinin yanında qılınan namaz 200.000 namaza bərabərdir. Sistani Təliqa aləl-Urvatil Vusqa kitabı 2-ci cild 83-cü səhifə. Yəni, varid olub nə demək? Yəni, imamlardan aleyhissalam bu barədə rivayətlər var. Amma bu saxtakar gedir, həmin rivayətləri gizlədir, o barədə danışmır, bilir ki, özünün əleyhinədir. Gedib bir neçə rivayətləri gətirir ki, onların ümumi cavabı bundan ibarətdir ki, bizim bu məsələyə icazə verən rivayətlərimiz var öz yerində. İcazə verilməyən bunun oxuduğu rivayətlər ki var, zahirini başa düşməyib, o rivayətlərdə söhbət əslində başqa şeydən gedir. Və üstəlik biz bir daha deyirik ki, bu cür yalançıların dediyi rivayətləri belə rəvayətin mənbəsini, sənədini qeyd eləməmiş qəbul etməyin. Və dediyi rivayətlər də nə rivayətlərdə, hansı babdadır? Misal üçün, qeyd etdiyi birincisini deyim, digərləri də elə bu babdandır. İmam Cəfər Sadiq deyir ki, möminlərin əmri Əli dedi: Qal Əmirul Möminin aleyhissalam, bə'səni Rasulullah sallallahu aleyhi və səlləm fi hədmil qubur. Peyğəmbər sallallahu aleyhi və səlləm məni qəbirləri dağıtmağa göndərdi. Bunu Şiənin ən mötəbər kitabı olan Kuleyni öz Əl-Kəfi kitabında rivayət edir. 6-cı cild 528-ci səhifə. Misal üçün, Şeyx Kuleynin rahimehullah Əl-Kəfi kitabına müraciət edir. 6-cı cild
528-ci səhifə. 11 rəqəmli rivayətdə deyir ki, İmam Əli əleyhissalam buyurdu ki, "Bə'əsəni Rasulullah sallallahu alayhi və alihi və səlləm fi hadmil quburi." Bura qədər dayanır və kəsri suvar sözünü işlətmir. Peyğəmbər sallallahu alayhi və səlləm məni yolladı ki, qəbirləri dağıdım, tərcüməsini edir, bura qədər oxuyur. Və kəsri suvar məsələsini qeyd eləmir. Yəni şəkilləri, o timsalları, heykəlləri dağıtmaq barəsində danışmır. Və bu rivayəti Şeyx Kulayni rahimehullah 526-cı səhifədə, yəni həmin kitabdan 2 səhifə əvvəldə hansı babda qeyd eləyib? Təzviqul buyut, evləri təzviq etmək. Və bir rəqəmli rivayətdə gətirib ki, Qalə Əbu Basir, Əbu Basir dedi, fəqultu, mən imamdan soruşdum, mə təzviqul buyut, evləri təzviq etmək nə olan şeydir? Fəqalə təsavirul təməsil, yəni nə? Yəni heykəllərin təsvir eləmək orada. Heykəllər qoyardılar, şəkillər qoyardılar, fəxr eləyərdilər bu barədə və həmçinin də alimlər bu rivayətin şərhində deyirlər ki, bu cahiliyyə dövrünə aid məsələdir. O vaxt cahiliyyə dövründə bütlərin, timsalların heykəllərini qoyardılar, balaca bütlər qoyardılar, ibadət eləyərdilər, ibadətxanaya döndərərdilər. Söhbət bundan gedir. Gör adam nə qədər cahildir ki, özü oxuduğu rivayəti başa düşə bilmir. Ya da başa düşüb sadəcə saxtakarlıq edir. Biz bunu təkrar deyirik ki, sonra deməsinlər ki, biz başa düşürük. Başa düşürsənsə onda saxtakarlıq edirsən. Gör nə deyir burada? Dilinlə özün deyirsən ki, Peyğəmbər dedi ki, İmam Əli əleyhissalam buyurdu ki, Peyğəmbər məni yolladı dağıtmaq üçün. Deməli, bu qəbirlər Peyğəmbərin İslam gətirdiyindən sonraki qəbirlər deyil. Çünki Peyğəmbər gələndən sonra ölüləri Peyğəmbər özü dəfn edirdi, sahabilər dəfn edirdi, şəriət qanunları çərçivəsində dəfn edirdilər. Peyğəmbərin dəfn etdiyi qəbrin təzədən necə getsin əmr eləsin ki, get dağıt. Deməli, bu Peyğəmbərdən qabaqki cahiliyyə dövrünə aiddir. Övliyanın, əyimmənin qəbrində heç bir dəxli yoxdur. Saxtakarlıq eləmək lazım deyil. Onsuz da sənin hər saxtakarlığı əlhəmdülillah üzə çıxardırıq və hər dəfə özünü rüsva edirsən. İndi sənə sual veririk, sənin öz məzhəbində rivayət varid olsa, özü də Sistani Ağa Həfizəhullah deyirsə, deməli, adi adamın sözü deyil. Adi adam desə, deyərsən ki, o rivayətə baxmaq lazımdır, sənədinə, dəlalətinə və s. digər rivayətlərdə cəm eləyib bir qərara gəlmək lazımdır. Amma Sistani Ağa Həfizəhullah bu barədə fətva veribsə, bu barədə yazıbsa, deməli, bütün hədislər bunun əlindədir. Bu ağanın əlindədir və baxıb görüb ki, bəli, bu hədislər ki var icazə verir, bu hədislərin müqabilində digər hədisləri hədisin özündə buyurulanlara uyğun şəkildə nə etmək lazımdır? İzah vermək lazımdır. Hətta əgər sənədləri səhih olsa ya, olmasa ki heç. Sənədləri səhih olsa, üçün icazə verən rivayətlər var, şəriətdə ziddiyyət yoxdur ki. İcazə verən rivayətlərin müqabilində bu rivayətləri baxmaq lazımdır. Burada söhbət nədən gedir? Söhbət burada cahiliyyə dövründən gedir. Və fəxr eləyərdilər, şəkillər qoyardılar, nə bilim, bütlər qoyardılar, təməsil və s. şeylər qoyardılar, ibadət eləyərdilər. Bunları ləğv eləmək üçün İslam dini gəlib bu şeyləri qadağan eləyib. Bunların əimmənin əleyhimussalam, Allah övliyasının qəbirlərinə nə dəxli var ki? Hələ biz əhl-i-sünnənin bu arada rəylərini demirik. İnşallah vaxt gələr əhl-i-sünnənin hətta böyük imamların qəbirlərinin haqqında tikillər var, imamlarının, alimlərinin sözləri var. Onları inşallah vaxt gələr, onları da qeyd eləyərik. Deməli, bu məsələ aydın oldu. Sonra nə qeyd edir? Deyir ki, güya Sistani Ağadan Həfizəhullah Təliqə kitabından bir rivayət gətirib. Deyir ki, orada Sistani Ağa Həfizəhullah buyurur ki, Peyğəmbərin məscidindəki namaz 10.000 namaza bərabərdir savabı. Amma İmam Əlinin əleyhissalam qəbrinin yanında qılınan namaz 200.000 namaza bərabərdir. Ayətullah Sistani sözünü nəql eləmək istəyirəm. Sual 5. İmamların əleyhissalam ziyarətgahlarında namaz qılmaq müstəhəbdir, bəyənilən əməldir. O ziyarətgahlar Allahın tikilib uzaldırılmasına və öz adının zikr edilməsinə izin verdiyi həmin o evlərdir. Hətta o ziyarətgahlar məscidlərdən də üstündürlər. Baxın, o ziyarətgahlar məscidlərdən də üstündürlər. Varid olub ki, əlinin yanında qılınan namaz 200.000 namaza bərabərdir. Sistani Təliqə aləl-Urvatul Vusqa kitabı 2-ci cild 83-cü səhifə. Baxın, əziz izləyicilər, bu oxuduğum fətva ki var, Sistani fətvasını görürsünüz. Həmin orada, yuxarıda qeyd olub ki, Peyğəmbər məscidində qılınan namaz 10.000 namaza bərabərdir. Sistaninin fətvasında qeyd olub bu. Amma sonra deyir ki, Sistani deyir ki, İmam Əlinin qəbrinin yanında qılınan namaz isə 200.000 namaza bərabər. İslam ümmətinin peyğəmbəri olan Məhəmməd peyğəmbərin sallallahu aleyhi və səlləm yanında qılınan namazdan necə üstün ola bilər ki? Məhəmməd peyğəmbərin sallallahu aleyhi və səlləm yanında qılınan namazdan necə üstün ola bilər ki? Yanında qılınan namazdan necə üstün ola bilər ki? Biz deyəndə ki, bəziləri Əhl-i Beytin mübarək üzvləri olan alimlər, böyük şəxslərdir ki, əlbəttə ki, İmam Zeynalabdin, İmam Cəfər Sadiq, İmam Həsən, İmam Hüseyn, hamısı bunlar əlbəttə Əhl-i Beytin mübarək böyük şəxsləridir.
Deyəndə ki, bunları siz peyğəmbərlərdən üstün tutursunuz. Sözsüz ki, bu aydındır. Şiə məzhəbinə görə imamlar peyğəmbərlərdən üstündür. Hətta deyəndə ki, dillə deməsəz də, əməlinizdə, yazılarınızda, hətta İmam Əlini, möminlərin əmrini peyğəmbərimizdən də üstün tutursunuz. Bərabər tutursunuz, hətta inkar edirlər. Gör necə saxtaşar təqdim edir. Sonra deyir ki, baxın bunlar peyğəmbərdən imamı üstün tuturlar. Yəni ki, imamın qəbrinin yanındakı namaz 200 min namaza bərabərdir. Amma peyğəmbərin qəbrinin yanında qılınan namaz 10 min namaza bərabərdir. Bu yalandır. Gözünün içinə qədər yalan deyirsən. Niyə? Çünki Sistani ağa Həfizəhullah deyir ki, özün bunu iqrar edirsən dilindən. Özün özünü rüsva edirsən. Sistani ağa Həfizəhullah buyurur ki, məşahid, hərəmlər, ziyarətgahlar məsəciddən üstündür. Müasir alimlərdən olan Ayətullah Sistaninin sözünü nəql eləmək istəyirəm. Sual 5. İmamların əleyhissalam ziyarətgahlarında namaz qılmaq müstəhəbdir, bəyənilən əməldir. O ziyarətgahlar Allahın tikilib uzaldılmasına və öz adının zikr edilməsinə izin verdiyi həmin o evlərdir. Hətta o ziyarətgahlar məscidlərdən də üstündürlər. Hətta o ziyarətgahlar məscidlərdən də üstündürlər. Hətta o ziyarətgahlar məscidlərdən də üstündürlər. Baxın, o ziyarətgahlar məscidlərdən də üstündürlər. Varid olub ki, əlinin yanında qılınan namaz 200 min namaza bərabərdir. Və deyir, rivayət varid olub ki, İmam Əlinin aleyhissalam qəbrinin yanında qılınan namaz 200 min namaza bərabərdir. Deməli, niyə məşhədlər, məşahid, yəni ziyarətgahlar məsəciddən, yəni məscidlərdən üstündür? Çünki orada Allah övliyası var. Onun mübarək vücudu var. Burada Sistani ağa Həfizəhullah deyir, məsciddə qılınan namaz. Sonra deyir, məşhəddə qılınan namaz. Mövzular ayrıdır. Özü deyir ki, məşhədlər məscidlərdən üstündür. Deməli, Peyğəmbərin məscidi məscid hökmündə gedir. O qədər savabı var. Amma imamın qəbrinin yanı məşhəd hökmündə gedir. Bəli, bu gün Peyğəmbərin sallallahu aleyhi və səlləm mübarək qəbri şiələrin əlində olsaydı, Nəcəfdəki kimi, necə orada bəzi imamların qəbirləri var İraq şəhərlərində, Kəzimeyndə, Samirədə, Nəcəfdə, Kərbəlada, həmçinin Məşhəddə imamımızın qəbri var. Peyğəmbərin də qəbri şiələrin əlində olsaydı, ziyarətgah olsaydı, olacaqdı Məşhəd. Məşhəd olacaqdısa, deməli Sistani ağa deyir ki, məşhədlər məscidlərdən üstündür. Deməli, Peyğəmbərin qəbrinin yanında qılınan namaz üstün bir namazdır. Çünki bizim nə qədər rivayətlərimiz var ki, İmam Əli əleyhissalam, imamlar Peyğəmbərin tələbələridirlər. Onun xəlifəsidir, onun vəsisidir, əhl-i beytidir. Peyğəmbər hamıdan üstündür. Biz sizin kimi Öməri Peyğəmbərdən üstün hesab etmirik. Peyğəmbərin məscidi isə qəbrin yanı, qəbir olan yer sayılmır. Baxın, Vəhabilərin baş müftisi Bin Bazın saytına müraciət edirik. binbaz.org saytı. binbaz.org.sa. Sual verib ki, liməzə Qabrur Rasuli aleyhissalatu vesselam daxilu məscidihi. Deyir, niyə Peyğəmbərin qəbri məscidin daxilindədir? Bin Bazın öz səsi də qoyulub bura. Cavab budur ki, əs-salatu fil məsacidi əlləti fihə quburun la tasihhu. Deyir ki, İçində qəbirlər olan məscidlərdə namaz qılmaq səhih deyil. Və la təcuzu caiz deyil. Və la yecuzu dəfnu fil məsacidi. Məscidləri dəfn etmək caiz deyil. Bəl həzə min amelil yəhudi və nasara. Bu nəsranilərin, xristiyanların, yəhudilərin əməlidir. Və Rasulü la'anahum alə həzəl əməl. Peyğəmbər onları bu əməl üzrə lənət elədi, lənətlədi. Qalə la'anallahu l-yəhudə və nasara ittəxəzu qubura ənbiyəihim məsacidə. Deyir, Allah lənət eləsin Yahuda və Nəsaraya ki, Peyğəmbərlərin qəbirlərini məscidlər götürdülər, səzdəgah götürdülər. Götürüb səzdə edirdilər onlar orada. Bunu deyəndən sonra deyir ki, وَأَمَّا قَبْرُهُ sallallahu aleyhi və aleyhi və səlləm فَهُوَ فِي بَيْتِهِ لَيْسَ فِي الْمَسْجِدِ. Peyğəmbərin qəbri onun evindədir, məsciddə deyil. Məsciddə olsaydı, o da olur, artıq həmin yer olur Məşhəd. Məşhəd isə Sistani ağa Həfizəhullah deyir ki, məşhədlər məscidlərdən üstündür. İndi burada bir nəfər sual verə bilər ki, necə olur ki, ziyarətgah məsciddən üstündür? Vəhabilərə deyirik ki, nəinki bir övliyanın yatdığı Məşhəd ziyarətgah, sizdə adi bir vəhabinin evindəki əşyası, televizoru, pulu, nə bilim, malı Kəbə evindən üstündür. Qanı Kəbə evindən üstündür. Çünki vəhabilər özlərini mömin sayırlar. Səhih rivayətləri var ki, möminin pulu, malı, canı, qanı Kəbə evindən üstündür. İslamweb.net saytına müraciət edirik. Deyir ki, وَقَدْ صَحَّحَ الْأَلْبَانِيُّ حَدِيثَ بْنِ عُمَرَ قَالَ Əlbani Vəhabi şeyxi səhih hesab edib, düzgün hesab edib, bu hədisi doğru hesab edib. İbn Ömərin hədisi ki, dedi ki, Rəeytu Rasulullah sallallahu aleyhi və səlləm yətufu bil Kəbəti. Peyğəmbər Kəbəni təvaf edir. Peyğəmbərdən deyir,
Rəeytu gördüm Peyğəmbər Kəbəni təvaf edir və belə dedi: "Vəllazi nəfsu Muhammedin sallallahu alayhi və alihi və səlləm biyadihi la hurmatul mu'mini a'zamu indallahi hurmatan minki maluhu və damuhu." Deyir ki, and olsun Muhammedin canı əlində olan Allaha sallallahu alayhi və alihi və səlləm. Möminin hörməti Allahın yanında ey Kəbə səndən hörmət cəhətindən daha əzəmətlidir. Yəni möminin hörməti səndən daha çoxdur. Və maluhu və malı, pulu, əmlakı və damuhu və qanı həmçinin. Əlbani bunu təsih eləyib. Deməli, adi bir insanın pulu, malı Kəbədən üstündürsə, sən nə haqla gəlmirsən bizim məşhədlərimiz, ziyarətgahlarımız məsciddən üstündür, buna irad tutursan. Bunların alimi İbn-i Qeyyim, Təfsir İbn-i Qeyyim kitabı var. Ali-İmran surəsi 96-cı ayədə bu ayənin təfsirində deyir ki, Həl hücrətun nəbiyyi sallallahu aleyhi və səlləm afdalu əmil Kəbətu, Peyğəmbərin hücrəsi daha üstündür, yoxsa Kəbə evi? Deyir, qalə İbn Aqil. İbn Aqil deyib, bunların alimlərindən biridir. Səələni səilun eyyuma afdalu hücrətun nəbiyyi sallallahu aleyhi və səlləm əmil Kəbətu. Deyir ki, məndən bir sual verən soruşdu, hansı daha üstündür, Peyğəmbərin hücrəsi yoxsa Kəbə? Fəqultu, mən dedim, in əraddə mücərrədəl hücrəti fəl-Kəbətu afdalu. Əgər mücərrəd hücrəni deyirsənsə, Peyğəmbərin qaldığı yer, hücrə ki, onun otağıdır, onu deyirsənsə, əlbəttə Kəbə üstündür. Və in əraddə və huvə fiyhə, əgər məqsədin budursa ki, o hücrədir, Peyğəmbərin qəbri də onun içində, vəfat edəndən sonra. Fələ, deyir ki, xeyr, Kəbə üstün deyil. Sonra and desir ki, vallahi nə ərş, nə onu daşıyanlar, nə ədin cənnəti, nə əflak, heç bir şey deyir ki, Peyğəmbərin qəbri olan yerdən üstün deyil. Niyə? Liənnə bil hücrəti cəsədən ləvvüzinə, yaxud ləvvüzinə bil kavneyni lərəcəhə. Deyir ki, çünki o hücrədə elə bir varlıq var, elə bir cəsəd var, mübarək bir vücud var ki, əgər kavneynlə ölsünsəydi, o ağır gələrdi. Yəni, hər nə varsa ondan üstün hesab ediblər Peyğəmbərin qəbrini. Peyğəmbərin qəbri olan yer hətta Kəbədən də deyir üstündür. Sonra bu iftiraçı, kəzzəb, yalancı, saxtakar debat fərarisi gəlir bizə deyir ki, bunlar Peyğəmbərdən imamları üstün tuturlar. Deyəndə ki, bunları siz Peyğəmbərlərdən üstün tutursunuz. Sözü ki, bu aydındır, Şiə məzhəbinə görə imamlar Peyğəmbərlərdən üstündür. Hətta deyəndə ki, dillə deməsəz də, əməlinizdə, yazılarınızda, hətta İmam Əlini, möminlərin əmrini Peyğəmbərimizdən də üstün tutursunuz, bərabər tutursunuz, hətta inkar edirlər. Gör bunu hansı firqənin nümayəndəsidir? O firqə ki, bunlar Öməri Peyğəmbərdən üstün hesab edirlər. Dilləri ilə deməsələrdə rivayətləri bunu göstərir. Baxın, Dorar.net saytında bir rivayət qoyublar. Səhih Tirmizdə gəlib 3690 rəqəmli rivayət. Rivayətin haqqında deyir ki, sahihun. Zaten kitabın adı Sahih-u Tirmizidir. Əlbani, mühəddis Əlbani bunu təsih edib. Deyir ki, Peyğəmbərin yanına bir nəfər gəldi, bir xanım. Dedi, ya Rasulallah, mən nəzir etmişdim ki, səni Allah döyüşdən sağ-salamat qaytarsa, sənə üçün dəf salıb oxuyacağam. Peyğəmbər deyir ki, nəzir etmişsənsə elə də. Sonra deyir, fədəxələ Əbu Bəkrin. Bu başladı çalıb oxumağa. Fədəxələ Əbu Bəkrin. Əbu Bəkir gəldi, vəhiyyə tadribu. Bu yenə öz işindədir, vurur oynayır, çalır oynayır. Thumma dəxələ Aliyyun aleyhissalam, vəhiyyə tadribu. İmam aleyhissalam gəldi, bu yenə çalıb oxuyur. Thumma dəxələ Osmanu, Osman gəldi, vəhiyyə tadribu. Bu qız yenə çalıb oxuyur. Thumma dəxələ Umaru. Çəkilin, Ömər gəlir. Ömər gəldi, şeytanlar qaçmalıdır. Fəəlqatid duffə təhtə istiha. Bu qız dəfi o musiqi alətini qoyur altına. Thumma qa'adat alayhi, oturdu onun üstündə. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm, İnnəş-şeytanə lə yəxafu minkə ya Umar. Ey Ömər, şeytanlar səndən qorxur. Peyğəmbərin yanında dəf vurur, qorxmur. Əbu Bəkirdən qorxmur. Osmandan, İmam Əlidən aleyhissalam qorxmur. Ömər gələndə şeytanlar ilim itməlidirlər. Yəni Ömərdən yoxdur da konkret. Hətta Peyğəmbər olsun, Ömər gəlsə şeytanlar qaçmalıdırlar. La ilahe illallah. Bunların səhih kitabına bax. Sonra Peyğəmbər ki deyir, şeytanlar səndən qorxur, izah edir ki, buna görə qorxur. Mən oturmuşdum, bu çalırdı, oxuyurdu. Əbu Bəkir gəldi, bu yenə çalıb oxuyurdu. Nə bilim, Osman, İmam Əleyhissalam həmçinin gələndə bu çalıb oxuyur. Sən gələndə neynədi? Bu
Duffi, dəfti musiqi alətini qoydu altına. Başqa bir rivayət Durar.net saytında gəlib, Sahih Müslimdə gəlib 2400 rəqəmli rivayət, Sahih Buxarıda 1269 rəqəmli rivayət. Peyğəmbər bir dənə münafiqə namaz qılır. Ömər deyir ki, "Fəqama Ömər və əxəzə bi thawbi Rasulillahi sallallahu alayhi və alihi və sallam." Peyğəmbər qalxdı. Ömər qalxdı, peyğəmbərin əbasını çəkdi, paltarını və qala dedi: "Ya Rasulullah, ətusalli alayhi fəqad nəhəkallahu an tusalli alayhi." Peyğəmbərə şəriət öyrədir. Deyir ki, sən ona namaz qılırsan, bir Allah ki, Allah sən nəhy edib, qadağan edib bu işdən. Şəriət öyrədir ha peyğəmbərə. Fəqalə Rasulullah sallallahu aleyhi və alihi və səlləm, peyğəmbər buyurdu: "İnnəmə xəyyərəni Allah." Allah mənə ixtiyar sahibi qərar verib. Ömərə deyir. Sonra Ömər deyir ki, "İnnehu munafiqun." Bu münafiqdir. Fəsallə aleyhi Rasulullah sallallahu aleyhi və alihi və səlləm. Peyğəmbər ona namaz qılandan sonra Allah nəuzu billah, Vəhabilərin Rəbbi, Vəhabilərin peyğəmbərini Ömərin yanında rüsva edir. Deyir: "Və ənzəlallahu azza və cəllə." Allah bu ayəni indirdi. "Və la tusalli ala ahadin minhum mata abada və la taqum ala qabrihi." Tövbə surəsi 84-cü ayə. Allah peyğəmbərə deyir ki, sən bir də onlardan heç birinin yanında üzərində namaz qılma. Onlar üçün meyit namazı qılma öləndə. Heç zaman əbədə və onların qəbrinin üzərində dayanma. La ilahe illallah. Ömərlə peyğəmbər spor elədi. Allah bir dənə ayə indirdi ki, ya peyğəmbər sən səhv deyirsən, Ömər deyən düzdür. Buna cavab ver. Sən hansı üzlə bizə irad tutursan ki, biz imamları peyğəmbərdən üstün bilirik? Ona görə də Allah həmd olsun, bu kəzzabı biz həmişə rüsva edirik və hər dəfə bizim əleyhimizə danışsa, alimlərimizə şər atsa, məzhəbimizə şər atsa, bu kəzzabı hər dəfə Allah həmd olsun rüsvay edəcəyik. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.